Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə təfəkkür mövzusunun ikinci hissəsinə keçirik. Yəni, keçən dərsimizdə məntiqi təfəkkürü öyrənmişdik, indi isə tənqidi və yaradıcı təfəkkürü öyrənəcəyik. Vaxt itirmədən izahımıza keçid alaq. Tənqidi təfəkkür nədir? Tənqidi təfəkkür bir növ məlumatları, gördüklərini, etdiklərini düzgün şəkildə təhlil edib ondan düzgün nəticə çıxarma bacarığıdır. Yəni o gördüklərindən, o eşitdiklərindən, o əldə etdiyi məlumatları düzgün təhlil edib düzgün nəticələr çıxarır. Tənqidi təfəkkürün burada formalaşdıra biləcəyi bacarıqlar var. Yəni tənqidi düşüncəyə sahib insanlar bu gördüyünüz xüsusiyyətlərə malikdir. Birinci xüsusiyyətimizdə nə deyir? Problemi düzgün müəyyənləşdirir və sistemli şəkildə həll edə bilir. Bu nə deməkdir? Yəni burada onu demək istəyir ki, yəni bu şagird dərsdə zəif nəticə aldığını görür, səbəbini az məşq etmək olduğunu müəyyən edir. Yəni deyir ki, mən bu dərsdə zəif nəticə toplamışam, çünki dərsi az oxumuşdum, az öyrənmişdim və hər gün planlı şəkildə çalışmağa başlayır. Problemi müəyyənləşdirdi və sistemli şəkildə onu həll etməyə çalışır. İkinci xüsusiyyət nədir? Problemin yaranma səbəbini araşdırır. Yəni bu problem niyə yaranıb, nə üçün yaranıb onu araşdırır. Məsələn, bitkinin solduğunu görən şagird bu problemin niyə yaranıb, niyə bu bitki solub araşdırır. Və nəticəyə gəlir ki, torpaq quru olduğu üçün bu bitki də solub. Daha sonra deyir ki, əsaslandırma zamanı uyğunsuzluqları və yanlış anlaşılmaları aşkar edə bilir. Yəni, uyğunsuzluqları və yanlış anlaşılmaları aşkar edir. Bir xəbərdə iki fərqli tarix verildiyini görür, səhv olduğunu anlayır. Deyir ki, məsələn, hansısa təlimçi dərsi izah edərkən biliyin 5 növü var dedi, məsəl üçün. Digər təlimçi dərsi izah edərkən biliyin 4 növü var dedi. Yəni artıq o problemi aşkar edə bilir. Uyğunsuzluğu aşkar edə bilir. Yanlış məlumat nədir? Onu aşkar edir. Daha sonra dəlillərdən düzgün və gərəzsiz şəkildə istifadə. Bu nə deməkdir? Yəni dəlillərdən, əlindəki faktlardan düzgün istifadə edən şəxs. Mübahisə zamanı həmin o şəxs mübahisədə şəxsi fikri yox, faktlara əsaslanaraq danışır. O öz şəxsi fikrini qırağa qoyur, kiminləsə şəxsi bir münasibəti varsa onu kənara qoyur, gördüklərinə əsasən qərar verir, faktlara əsasən danışır. Bu da dəlillərdən düzgün və gərəzsiz şəkildə istifadədir. Daha sonra əsaslı və əsassız fikirləri bir-birindən ayırmaq. Məsələn, əsaslı, əsassız fikir, yaxşı, pis fikir, doğru, yanlış fikir. Misal üçün, bu dərman hamını sağaldır fikrinin sübutsuz olduğunu anlayır. Yəni, bu dərmanın mahiyyəti, bu dərmanın adı deyək ki, hər kəsi sağaldır. Yəni, bu dərman hər kəsi sağaldır. Bu dərman artıq ad alıb. Amma baxıram ki, bu heç kimi sağaltmayıbdır. Yəni, bu dərman hamını sağaldır fikri var. Ortada var, amma sübut yoxdur. Sübutsuzdur. Əsaslı nədir, əsassız nədir bir-birindən ayırır. Lazımlı nədir, lazımsız nədir bir-birindən ayırt edə bilir. Növbəti 6-cı. Kifayət qədər sübutu olmadıqda mühakiməsini kənara qoyur. Yəni, kifayət qədər sübutu yoxdursa, mühakiməni dayandırır. Tam məlumat olmadığı üçün bir insan haqqında nəticə çıxarmır. Məsələn, şagirdlərdən biri görür ki, digər yoldaşı dərsdən qaçıb, məsələn, sonuncu dərsdən qaçıb. Bunu görməyib, amma kiminsə dediyinə əsaslanır. Gedir müəllimə deyir ki, müəllimə, filan kəs dərsdən qaçıb. Mən də əsəbləşirəm, niyə qaçıb, kim qaçıb, onunla əlaqə saxlamaq üçün çalışıram. Amma baxıram ki, burada sübut yoxdur. O dərsdən qaçmayıb, sadəcə kimlərinsə bu əsassız fikridir, yəni sübutsuz mühakiməsidir. Sübutu olmayan şagird həmin o mühakiməni, məsələni dayandırır. Tam məlumat deyilsə, o insan haqqında nəticə çıxarmır. Aydındır mı? Növbəti.
İşi görməzdən əvvəl mümkün nəticələrini görür. Yəni imtahana hazırlaşmadan əvvəl vaxtını necə böləcəyini planlaşdırır. İmtahana hazırlaşmamışdan öncə hansı strategiyalardan istifadə edəcəyini araşdırır, plan qurur, hədəfləyir. Aydındır? Daha sonra müstəqil şəkildə öyrənə bilir və ya ən azından bu cür öyrənməyə marağı var. Yəni bu şəxslər, tənqidi düşüncəyə sahib insanlar müstəqil öyrənə bilir. Mövzunu başa düşmədikdə internetdən, kitabdan, müxtəlif saytlardan araşdırma aparır. Yəni müstəqil öyrənməyə cəhd göstərir. Öyrənə bilməyən də cəhd göstərir ki, artıq onun marağı olduğunun göstəricisidir. Daha sonra bir fikrin çoxları tərəfindən qəbul edilməsi ilə həmin fikrin etibarlı olub olmaması arasındakı fərqi görə bilir. Az öncə dediyimiz kimi yaxşını, pisi bir-birindən, lazımlını, lazımsızı bir-birindən ayırt edə bilir. Yəni hər kəs hamı bir xəbərə inanır. Amma o şəxs mənbəni araşdırır, yoxlayır. Aydındır, yəni populyarlıqla doğruluq arasındakı fərqi rahat görə bilir. Çünki bir fikir çoxları tərəfindən qəbul edilirsə, bu əmin deyil ki, bunu hər kəs deyirsə deməli düz deyirlər. O deyir ki, bir də mən araşdırım, bir də mən baxım, doğrudur, doğru deyil, ədalətlidir, ədalətsizdir, bir də mən araşdırım. Hamı bir xəbərə inanır, amma o mənbəni yoxlayır. Görək bu doğrudurmu? Növbəti. Müxtəlif baxışları təhrif etmədən, süni şəkildə şişirtmədən və ya ələ salmadan təqdim edir. Bu nə deməkdir? Yəni müxtəlif baxışları təhrif etmədən təqdim edir. Debatda həm öz fikrini, həm də qarşı tərəfin fikrini düzgün izah edir. Kiməsə şər, böhtan atmır. Kiminsə qurduğu cümləni yanlış şəkildə təqdim etmir, şişirtmədən təqdim edir. Sadə formada, deyildiyi formada, yəni müzakirə zamanı həm öz fikrini, həm də qarşı tərəfin fikrini düzgün izah edir. Düzgün ötürür, qəbul edir və ötürür. Şişirtmədən, ona hər hansı bir cümləni ələ salmadan, düzgün şəkildə. Növbəti, özünün fikirlərini yanlış ola biləcəyi, fikirlərində qərəzliliyə yol verə biləcəyi, ola bilsin ki, şəxsi seçimlərini dəlillərdən üstün tutduğunu qəbul edir. Yəni, hər hansı bir məsələdə irad bildirərkən və yaxud da tənqid edərkən öz fikirlərindən qəbul edir. Düşünür ki, ola bilsin ki, səhv bilirəm, ola bilsin ki, tam bilmirəm, bu haqda məlumatım yoxdur. Yəni, o məsələdə dirəşmir, məsələni kənara qoyur. Hər hansı bir debatda, müzakirədə fikir bildirən zaman, onun yanlış ola biləcəyi ehtimalı ilə düşünür. Ola bilsin ki, səhv bilirəm, ola bilsin ki, tam yaxşı oxumamışam, bu düşüncəyə sahibdir. Bu indi saydıqlarımız tənqidi düşüncəyə malik insanın xüsusiyyətləridir. İndi isə səmərəli düşünən şagird bacarıqlarına baxaq. Əlbəttə ki, bu da düzdür, içərisində hər bir təfəkkürdən var. Lakin çoxluq tənqidi təfəkkürü formalaşdırır. Çoxluq tənqidi təfəkkürə qarşıdır. Fikirlərini formalaşdırmağı, ifadə etməyi bacarırlar. Fikirlərini hamı tərəfindən anlaşılan olmasını planlaşdırırlar. Nitqin düzgün şəkildə təşkil etməyi, faktlar, nümunələr, əsaslandırmalardan istifadə etməklə düzgün nəticə çıxarırlar. Hadisələri düzgün təhlil edirlər, informasiyanı haradan, necə əldə edəcəyini müəyyənləşdirirlər. İnformasiyadan məqsədyönlü şəkildə istifadə etməyi bacarırlar. Ötürülən informasiyanın auditoriyaya uyğunluğunu müəyyənləşdirirlər. Şəxsi fikir formalaşdırmağı başqasına ötürməyi bilirlər. Mühakimə yürütməyi, fikirlərini əsaslandırmağı və problem həllinə divergent və konvergent yanaşmağı bacarırlar. Bunlar səmərəli düşünən şagird bacarıqlarıdır. Biz bilirik ki, divergent və konvergent tənqidi təfəkkürə aid deyil. Onlar bir düşünmə formasıdır və məntiqi təfəkkürün düşünmə formalarıdır. Daha sonra burada tənqidi təfəkkürə aid, yəni tənqidi təfəkkürü formalaşdırmaq üçün lazım olan bacarıqlar var.
Müşahidə bacarığı, təhlil etmək, nəticə çıxarmaq bacarığı, ünsiyyət və fikri ifadə etmək, problem həll etmə bacarıqları burada yer alır. Yəni bu saydıqlarım, adını çəkdiyim bacarıqlar tənqidi təfəkkürü formalaşdırmaq üçün lazım olan dəyərlər, bacarıqlardır. Məsələn, birincidə müşahidə etmək, müşahidə bacarığı var. Bu nə deməkdir? Məsələn, şagird bitkinin hər gün boyunu ölçür, dəftərdə qeyd eləyir. Yəni müşahidə edir, gündəlik tutur, qeydlərini aparır. Daha sonra təhlil etmək. Təhlil edərkən şagird bir mövzu haqqında məlumatı kitabdan və internetdən oxuyub müqayisə edir. Müxtəlif mənbələrə müraciət edir, arqument axtarır, müqayisə edir. Sonra nəticə çıxarmaq bacarığı. Nəticə çıxararkən şagird tələsmir, bir neçə mənbədən məlumat topladıqdan sonra mövzu haqqında qərar verir. Yəni, nəticə çıxarmağa tələsmir, daha çox fakt toplayır, daha çox araşdırır, öyrənir. Ünsiyyət və fikir ifadə etmək bacarığı. Burada da adından da məlum olduğu kimi şagird sinifdə müzakirə zamanı öz fikrini deyir. Başqalarının fikrinə hər zaman hörmətlə yanaşır, fəal dinləyicilik edir. Bir də qaldı problem həll etmə bacarığı. Şagird problemi həll edərkən daha səmərəli həll yolunu tapmaq üçün çalışır. Qrup işi zamanı tapşırığı bölüşdürərək problemi daha tez həll edilə biləcəyini vurğulayır. Yəni onlar daha səmərəli, ən yaxşı, daha lazımlı problemi həll etmə, həll yollarını axtarır. Lazımlı nədir, onu axtarır. Bunlar tənqidi təfəkkürü formalaşdırmaq üçün lazım olan bacarıqlardır. Aşağıda bir də tənqidi təfəkkürü formalaşdıran, daha doğrusu necə formalaşdırmalıdır təlimdə o bacarıqlar qeyd olunubdur. Gördüyünüz kimi burada 4N1KH var, bir də Sokrat dialoqu. Bunlar ikisi də iş üsuludur. Heç bunlara başlamıram, çünki iş üsullarını keçən zaman bunları da dərindən öyrənəcəksiniz. Burada bir də fakt yoxsa fikir, gəlin bunu müzakirə edək, qaydalar, yad planetli üçün səyahət turu, nə baş verərdi, seçim etmək. Bunlar düzdür, keçən illər ərzində heç vaxt imtihana düşməyib. Bu özü var, adı var, amma özü yoxdur, imtihana düşmür. Sadəcə bunlar nə üçündür? Yəni bunlar bizə verilir ki, tənqidi təfəkkürü inkişaf etmək istəyirsinizsə, təlimdə necə inkişaf etdirə bilərsiniz? Bu onun belə deyim də metodlarıdır, forma, yollarıdır. 2 dənə iş üsulu var. Onlara keçən zaman sizə tənqidi təfəkkürdə necə rol oynayır, onun da izahını verəcəm. Fakt yoxsa fikir ən çox rast gəldiyimiz hissələrdir. Fakt yoxsa fikir. Fakt konkretdir. Biz bilirik ki, şagird Poltava döyüşünün nə vaxt baş verdiyini bilir. Bu faktdır yoxsa fikirdir? Bəli, bu bir faktdır. Çünki qısa, konkret, dəqiq məlumatdır. Bir də var fikir. Şagird mövzu ilə bağlı öz şəxsi fikrini bildirir. Yəni bu kimi biz bu bacarıqlardan istifadə edib dərsimizdə, təlimdə tənqidi təfəkkürü formalaşdıra bilərik. Qaydalardır, yad planetli üçün səyahət turudur. Məsələn, bu nə deməkdir? Bu o deməkdir ki, müəllim şagirdə sual verir ki, bir gün yad planetli ilə qarşılaşsan, sənə desə ki, internet yox olsa nə olar? Sənə desə ki, bir anda təhsil olmasa nə olar? Nə cavab verərsən? Ona necə fikrini bildirərsən? Bu kimi şagirdin əsaslandırmalarını formalaşdırmaqdır. Seçim etmək, imkanı yaratmaq, nə baş verərdi, qaydalar, gəlin bunu müzakirə edək. Bunlar hər biri tənqidi təfəkkürü formalaşdıran bacarıqlardır. Daha sonra yaradıcı təfəkkür gəlir. Yaradıcı təfəkkürü də izah edəcəm. Zaten ən asanı, qısası odur. Yaradıcı təfəkkür bir növ kreativ düşünmədir. Yəni, yaradır. Sadəcə əl qabiliyyəti ilə deyil, düşüncələri ilə də yarada bilər. Əşyalara, hadisələrə, problemin həllinə yeni və fərqli nöqteyi nəzərdən baxmağa, bir növ çərçivədən kənar düşünməyə də kömək edən bir idraki prosesdir. Yaradıcı təfəkkür. Kreativ düşünmə. Bura daxildir analogiyanın tapılması və əşyaların qeyri-adi istifadəsi birinci şəkildə. Məsələn, şagird kitab üçün üz qabığı hazırladı. Burada hansı təfəkkür növüdür? Biz bilirik ki, burada bir yaradıcılıq var, əl işi var.
Bu olacaq yaradıcı təfəkkür. Şagird ətraf aləmin çirklənməsi ilə bağlı çirklənməməsi üçün yollar tapır, fikirləşir, bildirir. Yəni bu da onun yaradıcı fikirləridir. Analogiyanın tapılması nədir? Biz bunu digər hissədə danışmışdıq. Analoji düşünməyə çox bənzərdir. Analogiyanın tapılması bir növ bənzətmədir, eynilikdir. Məsələn, insanlar hörümçəyə baxıb asma körpü yaradıblar. Yəni hər hansı bir canlının funksiyasını öz icadlarında tərtib ediblər. Daha sonra maşının təkərindən gülqabı hazırlayıblar. Bu artıq nədir? Analogiyanın tapılması, eyniliyin, oxşarlığın müəyyən edilməsi. Bir də var əşyaların qeyri-adi istifadəsi. Bu da həmçinin bir əşyadan fərqli şəkildə istifadə etməkdir. Az öncə göstərdiyim misalda maşının təkərindən gülqabı hazırlayır. Yazı yazdığımız qələmlə saçını toplayır. Bunlar nədir? Bir əşyanın qeyri-adi istifadəsidir. Bunlar da yaradıcı təfəkkürdə yer alır. Bir də burada xırda məqam var. Onsuz da bunlar imtahana düşmür. Yəni dediyim kimi adı var, özü yoxdur. Yaradıcı təfəkkür düşür. Amma onun formalaşdırdığı, təlimdə necə formalaşdırmalıyıq? Məsələn, burada problem həll etmə. Bu necə olmalıdır? İzahını verəcəm, o sözsüz. Amma bunlar imtahanda düşmür. Problem həll etmənin bir neçə yolu var. Məsələn, birinci problemi müəyyən etmək, həll yolunu planlamaq, planı həyata keçirmək, prosesi dəyərləndirmək və qiymətləndirmək. Birinci, ilk öncə problemin müəyyən edirik ki, mənim problemim nədir? Məsələn, bir müəllimə olaraq problemim təfəkkür mövzusunu tam yaxşı başa düşməmişəm. Və yaxud da kurikulumun bütün mövzularını öyrəndim, təfəkkür mövzusu qaldı. Bu mənim problemimdir. Problemi müəyyən etdim. İkinci addım nədir? Həll yolunu planlamaq, həll yolunu plan qurmaq. Yəni, həll yolu üçün plan tərtib edirəm. Bu təfəkkürü öyrənmək üçün müxtəlif informasiya mənbələri əldə edərək, araşdıraraq öyrənə bilərəm. Plan qurdummu? Planı həyata keçirirəm. Artıq gündə 1 saat, 2 saat təfəkkür mövzusuna aid testlər işləyirəm. Prosesi dəyərləndirirəm. Özümü yoxlayıram. Hazırda necədir vəziyyət? Öyrənə bilirəmmi? İnkişaf varmı? Qiymətləndirmə də həmçinin artıq imtahan verərək və yaxud da özümüzü qiymətləndirərək yoxlanış aparırıq. Bu mövzunu, problemin aradan qalxmasını artıq dəqiqliklə anlayırıq ki, bu problem aradan qalxıbmı? Baxın, bu problem həll etmə bacarığıdır. Yaradıcı təfəkkürdən də daha sonra onu inkişaf etdirməyin yolları da var burada. Əlaqənin yaradılması, sual vermək, müşahidə etmək, təcrübə aparmaq kimi onun yolları var. Əlaqənin yaradılması nədir? Müəllim şagirdə daim düşünməyə, müşahidə etdiklərini istənilən situasiya ilə əlaqə yaratmağa. Yəni sən düşün və gördüklərinlə düşündüklərin arasında əlaqə yarat. Bu yaradıcı təfəkkürü inkişaf etdirmənin yollarıdır. Sual vermək. Şagirdlərdə bu fəaliyyəti etməyə yönəltmək lazımdır ki, onlar düşüncələrini fərqli istiqamətlərə yönəldə bilsin. Yəni onlarda bu sual vermə fəaliyyətini inkişaf etdirmək lazımdır ki, onlar suallarını fərqli istiqamətlərə yönəldə bilsin, daha rahat şəkildə sual verə bilsin. Müşahidə etmək. Müxtəlif və fərqli insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək də bu fəaliyyətə aiddir. Yəni, müşahidə edirəm, baxıram müxtəlif fəaliyyətlərə, insanların təcrübəsini izləyirəm, müşahidə edirəm. Təcrübə aparmaq. Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapana dək çalışmağın lazım olduğunu bildirir. Yəni, uğursuzluq yaşadıqda, məsələn, hər hansı kurikulumun hər hansı mövzusunu öyrənə bilməyəndə, çətinlik yaşayanda, mən bunu bacarmayacam, bu məndə alınmayacaq deyib kənara qoymayın. Onun üzərində dəfələrlə işləyin. Düşünün ki, bu alınacaq sizdə, siz bunu öyrənə bilərsiniz. Yəni, üzərində dəfələrlə işləyin, təcrübə aparın. Aydındırmı?
Baxın, bu da yaradıcı təfəkkürün tərifi. Daha sonra burada açar sözlərimizi qeyd etmişik. Deməli, məntiqi təfəkkür var burada. Məntiqi təfəkkürün açar sözləri müqayisə et, oxşarlıqları, fərqlilikləri tap, öz tərifini ver, səbəb-nəticə əlaqəsi, əsas ideyanı seçib ayır, izah et, şərh et, həll et, hesabla və sadələşdir. Tənqidi təfəkkürün açar sözləri. Müxtəlif baxış nöqtələrindən qiymətləndir, münasibət bildir. Meyarlar əsasında fəaliyyətini təhlil et. Problemi sistemli şəkildə həll etmək, öz ideyasını əsaslandır, sübut et yəni. Faktlar, sübut tənqidi təfəkkürə aid edilir. Ən səmərəli yolu tap, daha yaxşısını tap. Yaradıcı təfəkkür, hekayə qur, nağıl uydur, situasiya yarat, ixtira et, icad et, başqa obyektə çevir, dəyişikliklər et, yenidən tərtib et, qeyri-standart açar sözdür, yeni əsaslar üzərində təsnif et, fərziyyələr irəli sür, fikirlər, problemi həll etmək üçün yeni həll yolları bura daxildir. Baxın, bunlar hər biri yaradıcı təfəkkürün də açar sözləridir. Bəli, dəyərli həmkarlar, təfəkkür haqqında izahımız bu qədər. Sizdən kiçik bir xahişim var ki, videonu bəyəndinizsə kanala abunə olun, dəyərli fikirlərinizi şərh bölməsində qeyd edin və növbəti kurikulumda təfəkkürün yeni formada digər növləri haqqında da izah gəlməsini istəyirsinizsə və bundan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm.